Bütün bunlar baş verən zaman mən ona bəxtində idim. Dünyaya göz açandan o yerləri görməmişəm. Hər şey yenidən başladı. Yenə də nəsə tikmək fikrinə düşüb. İndi də yün qutusu dağıldı, təqsirkar axtaracaqlar. Çoxdan idi ki, məni görmürdülər. Mövzu tapıldı. Bu tikili şəxsi hamandır, mübahisəli yerdir. Bu binanın sakini olsam da, buraya axşamdan axşama gəlirəm. Çünki gündüzlər işləyirəm. Yenə də elə hey daş daşıyır. Nə üçün? Heç kim bilmir. Su fasilələrlə gəldiyindən hamı tələsir. Elə tələsə-tələsə bu günə düşüblər. Bu nənə isə öz nənəmi xatırladır. O da çox zəhmət çəkdi. Birazdan alnının tərini siləcək. Nənəmdən sonra mən tək qaldım. O deyirdi ki, bizim vətənimizi, buradakı yemək hazırlanan yerləri heç sevmirəm. Bura bütün yaxşı ümidlərin sonudur. Sanki hər şey mədəyə söykənir. İnamın qırılan yeridir. Bir tikə çörək tapan kimi ruhları ölür. Bu çırpını təndir üçün tədarük edirlər. Ondan pişirilən çörəyi çox sevirəm. Hərçənd çoxdandır ki, onlar dediyim hamamla bağlı mübahisə edirlər. Su qıtlığı var. 84 yaşında adamsınlar, aynen. O qədər qaranlıqlarda bu pilləkənlərdən yıxılmışam ki, bir dəfə lap pis yıxıldım. Və nənəm də bərk qorxdu. Sonra da bunlar isə ancaq bir problem narahat edir. Yerin darısqallığı. Oğlanlarını evləndirmək istəyirlər. İndi uşağa baxıb itirdikləri alma bağlarından bəhbəhlə danışacaqlar. Bu isə mənim ən sevdiyim insandır. Dəyişməsə.
binamızın siyasətçisidir. Çox ciddidir. Hamı deyir ki, böyüyəndə tərk edəcək. Niyəsini özləri də bilmir. Düz bir saatdır ki, daş daşıyır. Bu günə bütün yunu yuyub qurtarmaq lazımdır. Əslində buraya günün bu vaxtında dostuma görə gəlmişəm. O yeni ulduz müsabiqəsinə hazırlaşır. Güya mənim məsləhətlərimə ehtiyacı var. Səs də yoxdur. Düzünü deyəndə də inciyir.